Elə bir bilincik torta hazırladım ki, dadı sanki dondurmanı xatırladır. O qədər yüngül, zərif və ləzzətlidir ki, yay günlərinin ən sevilən deserti olmağa namizəddir. İlk olaraq qaba şəkər, vanil, un, qabartma tozu, süd, bir çimdik duz və yarım stəkan qaynar su əlavə edib yaxşıca qarışdırırıq. Əgər xəmir tam hamar alınmasa, ələkdən keçirə bilərsiniz. Sonra bilincik tavasında nazik qat şəklində bişiririk və hər iki üzünü qızardırırıq. İpək kimi yumuşaq bilinciklər alınır. Keçək kremə, qaymağın içərisinə vanil, şəkər kişanı, krem pendiri əlavə edib mikserlə qatı və yumuşaq krem alınana qədər çalırıq. İçlik üçün isə sevdiyiniz meyvələrdən istifadə edin. Mən videoda göstərdiyim kimi qat-qat yığdım və nəticə möhtəşəm oldu. Tortu 30 dəqiqə soyuducuda dinləndiririk. Sonra isə zövqümüzə uyğun bəzəyib süfrəyə təqdim edirik. Bir dilimdən sonra dayanmaq çətin olacaq. Həm hazırlanması çox asandır, həm də isti yay günləri üçün əsl xilas edici desertdir. Hazırlayacaq hər kəsə əvvəlcədən nuş olsun. Siz bu tortu hansı meyvə ilə hazırlayardınız? Şərhlərdə yazın, bəyənməyi və paylaşmağı unutmayın ki, bu resept daha çox insana çatsın. Sağ olun.